Deməyə bu təcəllicə şəhərə çıxmışam. Çoxdan yox idim onsuz da Bakıda, yəni çıxmırdım. Targovda hiss elədim ki, deyəsən mən plaja gəlmişəm. Yəni bura şəhər deyil də, millət babat soyunu var, babat soyunu, zərafat bir görə. Buradan xanımlarımıza səslənmək istəyirəm ki, xanımlar, biz o yarım metre parçalının özünə kofta, şalvar, nə bilim, yubka, sumka, ayaqqabı tikirsiniz cəmi yarım metreden. Bax, biz eləncə geyimləri xoşlamırıq. Biz navarot, mən öz adıma deyə bilərəm, yəni navarot mən elegantlı kimsə geyinəndə, biraz belə deyim, klassik geyimdə olsun və yaxud da daha bir skromlu geyimdə olanda, vallahi həmən insana qarşı həm diqqət olur, həm maraq olur, həm adama xoş gəlir. Amma o yarı çılpaqçı çıxırsa şəhərə, sizin haqqınızda bir dənə fikir gəlin. Yəni 99% olanların ağlına ki, nədər sizi lələhbülük, şəhbəşülük eləsinlər, nədər sizi tutub aparıb oradan buradan çırpışdırıb, saçınızı başınızı dağıdıb evinizə qaytarsınlar. Yəni konkret narazı bir kimi baxırlar da sizə bürüşdür. Məncə normal yəni geyinmək ən yaxşısıdır. Yenə də siz bilərsiniz. Uşaqlar da lələhbülük eləməli deyə. Öpürəm sizləri, özünüzə yaxşı baxın.